Bu axır vaxtlar çox danışırlar. Türklər, Azərbaycanlılar münasibəti, iki qardaş münasibətləri, keçmişdə nələr olubdu, neyniyiblər, keçmişdə çox şey olubdu. Amma indi bugünkü günü o keçmişi niyə biz təkrar eləməliyik, nəyə görə eləməliyik? Yadımızdadır, hər şey yadımızdadır. Bunlar elə bilirlər ki, oturublar o alimlər, nədir, tarixçilər, elə bilirlər ki, heç kəs heç nə bilmir. Nə durubsan danışırsan, Gəncədə türklər 50 min azərbaycanlı öldürüb, kəsib doğrayıb. Türklər, deməli, Osmanlı imperiyası vaxtında. Osmanlı imperiyası vaxtında hamı bilir, dünyada imperiyalar vaxtı Roma, Yunanda iki qardaşlar döyüşüblər, öldürüblər bir-birini hakimiyyət üçün, var dövlət üçün. Yəni vuruşublar. Ay tarixçi, ay alim, oturubsan orada divanda da, deyəsən o divan verilişidir. Oturubsan nəsə bir yenilik gətirirsən. Evinizin üstündə iki qardaş vuruşub öldürürsünüz, bıçağı soxursunuz bir-birinizin qarnına öldürürsünüz. Başınızı kəsirsiniz, otağı bölənmirsiniz, bir dənə otağı bölənmirsiniz iki qardaş. Mən sənin üçün deyirəm də, belə doğru dildə. Sən indi var, Osmanlılar deyir Gəncədə neyniyib, öldürüb, basıb keçib. Osmanlı Səfəvi dövlətləri, iki türk imperiyalar, iki imperiyalar, iki qardaş imperiyalar, o 600-700 illik imperiyalar da yola getməyiblər, burada nə var? Döyüşüblər, vuruşublar. Qardaşlardırlar da, döyüşüblər də, indi hamı da var. İki qardaş bir evi bölə bilmir, iki bacı bölə bilmir. Roma imperiyasında Sezar oğlunu öldürür, boğur, oğlu atasını boğur, öldürür ki, hakimiyyətdə otursun. Yunanlar, Makedonski atası, hamısı bu, bütün dünyada imperiyalar vaxtı hakimiyyətdir. İndi iki dənə bu dahi dövlətlər, Rusiya, Amerika görürsən, Trump bugün deyir, Qrenlandiyanı gedirəm, istəyirəm alam. Bu, Putinlə danışıb, sən o Krımı, Donbası götürdün, mən də Qrenlandiyanı gələk gedəm götürəm. Nəysə, dünyanı bölmək. Bunlar iki, deməli, böyük dövlətlərdir, bölürlər. Eyni bu, keçmişdə olub da, burada nə var? Səfəvi Osmanlı bir-birinə yola getməyiblər, istəyiblər, mən olam xazin, o ola xazin, o hakimiyyətdə olan. Yəni bölə bilmirlər və vuruşublar, öldürüblər bir-birini. İndi Osmanlı biraz bəlkə də çox öldürübdür. O deməkdir ki, sən bugün deyirsən, yəni yadımızdan çıxmayıb, türklər gör nələr edibdir. Türklər, qardaş, bizik, əslində bizik türk. Yəni onu bil. Nəysə, yenə də deyirəm, yəni bütün Toranda bu döyüşlər olur bir-birinə. İndi də görürsünüz, türkmən qardaşımız, o türkmən başı, türkmən neytral qalıbdır. Yəni ola bilər biz vuruşaq da heç kömək də eləməyək qardaşına. Biz qardaşıq da türkmənlə Azərbaycan. Görürsən, o neytraldadır. Evronews'a da deyir, mən neytralam, istəyir Ukraynada kim öldürür Rusla. Rus bunun başını kəsib atasının, Rusa işğalçı tanımaq istəmir, türkmən. Ruslar basmaç 20-ci, 30-cu deyə 20-ci ildə 1900, 1830-cu illərdə, 1780-ci illərdə Orta Asiyada bunların döyüşmək olub da. Yəni bunu necə unutmaq olar? Döyüşü yox. Bu axırıncı 1930-cu illərdə nə qədər türklərin başını kəsiblər, Özbəyin, Qazaxın, Ruslar. Amma bu deyir, mən neytralam. Nə bilim, Azərbaycanla da, Ermənistan arasında da neytral belə heç fikirlər söyləyir, ermənilərlə dostluq edir. Nə bilim, mədəniyyət illəri keçirdirlər. Bax, bu da qardaşlarını görürsünüz. Yəni bunu bilin.
Bu belə. Yəni bu oturub siz orada müzakirəyə qoymusunuz. Orada belə olub, türklər də bizə belə eləyib. Türklər hamı bir-biri ilə vuruşur da. Bunu indənlə niyə sən şey edirsən? O o cəhənnəm. İndi yaxşı, onu qurtardıq. Bu barışıq olacaqdır. Bu aranı qarışdıranlar var indi. İstəyirlər Türkiyə ilə İsrail, Azərbaycanı vuruştursunlar. Yəni bu Türk Turanda dağılsın, İsrail də dağılsın. Aydın məsələdir. Bunun üstündə çalışırlar. İran da çalışır, Rusiya da, Ermənistan da, farslar, ərəblər çalışırlar. Yəni bu Turan dağılsın, İsrail dağılsın. Ha, bunu biləsiniz. Sonra bu deməli Laçın Nimişov var. O da qəşəng danışır ki, Naxçıvan blokada olanda farslar kömək elədi. Sonra 90-cı illərdə deməli Muğan Talış Respublikası yaradırdılar Talışlar. Deməli Azərbaycanlılar Amundu nədir gəldi, öldürdü, elədi. İndi düşmanı öldürüblər. Neynəsin? Dağıdırsınız. Gedib ermənilərə Yerevanda işləyirsiniz Talışlar. Bu düşmandır da. Düşmanı neynəməlidir? İndi gedib dövləti satırsan Azərbaycanı, olmalıydı da. 90-cı illərdə farslar deyir acımızdan öləndə Naxçıvanda çörək verdilər, blokada qurtardılar, nə qaçqınlara kömək elədi, farslar. Deməli farslar niyə kömək edir? Bilirsiniz, orada 40 milyonluq Azərbaycan var. SSR dağılanda, ay qardaş, durub danışırsan, hər şeyi danışır. Nə bilim, İran bizə kömək elədi, bizi öldürəndə kimi. O özünə düşünüb 40 milyon Azərbaycanlı qul kimi qalsın. Bildin ya, yox. Yəni onu bil. Ona görə Azərbaycanlara kömək edilmiş, mən qardaşım demək ki, Azərbaycanlar otursunlar, quzu kimi, qul kimi qalsınlar, qapazını. Niyə demirsən 50-ci ildə ermənilərlə bir yerdə Fələstinlər, ermənilər, farslar bir yerdə türkləri odun içine atıb yandırırmışlar, ha? 1950-52 48-dən başlayan o deportasiya vaxtı Ermənistana, İranda, Şahın vaxtında niyə demirsən? O farslar da yandırırdı. 92-də, 90-cı ildə SSR dağılanda İran, farslar ayrıldılar ki, sabah Azərbaycan ayrılacaq. Neyniyim? Çörək verim. Çörəklə başını aldadım. Orada 2 dənə Azərbaycanı xilas edim. Orada 3 dənə Azərbaycanlıya ev verim. Bax bunu indiyənəcən o farslar edirlər, başı yığılır ki, Azərbaycanlılar öz torpağına qayıtmasın. Cənub Azərbaycan qayıtmasın. Axı 1830-da götürüb Təbrizi ruslar veribdi. Ona görə Rus imperiyası dağıldı, SSR dağıldı. İndi onlar narahatdılar. Bax bu qədər. Ay Laçın Nimişova, yoxsa farslar bizə kömək edir. Kömək edir ki, səni öldürsün. Sən bilirsən 92-ci ildə 90 Xocalıda nə qədər kömək edibdi. Fələstinlər, sənin o istədiyin ərəb Fələstinləri öpüşür, ermənilərlə, Katolikosla, Yasir Arafat. Həmin onlar kömək edirdi Xocalıda ki, türkləri öldürün. İndi də yəni kömək edirlər ermənilərə. Bu dəqiqə hazırlıq gedir. Ərəbdir, Amerikadır, Fransadır, hamısı farslar altdan kömək edir. Altdan. Yəni spatişka da deyirlər də. Tixə bolota deyirlər, sakit bataqlıq deyirlər. Bu da sənin o İranın çox deyirsən. Bu farslar ümumiyyətlə buradan çörəyi verir Azərbaycanlıya, silahı verir erməniyə. Farslar Azərbaycana yardım köməyi göndərir. Məsəl üçün də qab-qacaqdan, konfetdən, peçenidən də göndərir hazır. Oradan silah verir erməniyə, get Azərbaycanlıya çörək vermişəm, sən onun başını kes. Silahı ona. Deməli Azərbaycana çörək verir, erməniyə silah verir. İmişov, Laçın İmişov.
nə bilim çıxın, debata məndən, belə elə. Bu nə söhbətlər aparırsan ki, farsları kimə sən tanıtırsan? Oradan türklərlə iki türkü vuruşdururlar. Buradan gəlib farsları düşmanı gətirib belə fars erməniyə silah verir. Deyir ki, fars bizə köməkdir. Bilirsən nə var? Erməninin silahını yadından çıxartmayın. Ha. Erməninin silahı budur. Mən bununla, Azərbaycanla 30 il çörək kəsmişəm, çörək yemişəm. Erməni dostuna deyil. Mən qonşuyam, öldürə bilmərəm, ondan çörək yedim. Sən gedib öldürməlisən o türkü. Bildiniz, bax bu erməni silahıdır, bu fars silahıdır. Yadından çıxartmayın. Çörəyi verir ki, səni öldürsün. Yəni onu bilin. O farslar budur.